Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün biraz karışık kargolardı. Hem qab, pastel, giyim, aksesuar kimi kargolarım var. Birlikte açacağıq. En kiçiyindən başlayıram. Hər birini Trendyoldan sifariş vermişəm. Belə kiçik pirsingli sırğa qulaq üçün. Yaxından göstərim sizə. Biraz yaxşı açmadım. Görsənir. Belə. Qaşdı, sırğalı pirsingli. Daha sonra açıram burada. Penye olmalı, sweatshirt. Aslında bunu sipariş verdiğim belə yadımdan çıxmışdı. 2 il əvvəl bu sweatshirt'dan balotov rəngini almışdım. İstifadə eləmişəm, çox yaxşı çıxır. Ümid edirəm ki, bu da eynən eləncə keyfiyyətli çıxacaq. Rəngi qəşəngli kahve rəngindədir. Kaliçli. Bilməm, yaxşı görsənir ya yox. İçi belə tüklüdür. Tüklər polyar deyil, 3 ipli. Aldığım köynək əslində elə bil ki, daha əvvəl aldığımda 2 il əvvəl bundan daha keyfiyyətli idi. Ancaq bu da pis deyil, yəni yaxşıdır. Belə, burada deməliyim, burada qablarım olmalıdır. Mən tanıyan hamı bilir ki, taxta qablar üçün ürəyim gedir. Bu da taxta çərəz qabıdır. Ne yiyeceğim paketliğinde? Çok yiyeceğim. Əslində bu cür estetik bağlamanı keşke belə açmasaydım. Ancaq başqa cür çox vaxt aparacaqdı. Sizə göstərmək istəmirəm. Belə. Əslində çox dərin deyil. Bunun yumruları dairə formada olanları var. Onlar daha dərindirlər. Belə yulandan sonra əlbəttə ki, yaxşı olacaq. Hər birini tək-tək göstərim. Heç birinin defekti yoxdur. Belə. Onu da götürüm. Kənarı. Daha sonra Madame Coco'dan olan dəsmalların saxlaması var. Bunu əslində keçən həftə iradə etmişdim, tutmuşdum. Dəsmalları birbaşa kargo kulübün içinə qoyurlar. Bu yaxşı bir şey deyil. Gigiyenik tərəfdən ötürü yaxşı görsənmir, estetik tərəfdən heç yaxşı deyil. Belə, materiallar çox yaxşıdır. Hal-hazırda Trendyolda, Madame Coco'da indirim var. Çox üzr istəyirəm. Keyfiyyəti pis deyil, qəşəndir, görünüşü də qəşəndir. Bilməm orada necə görsənir. Çox qalın deyil. Tacın dəsmalları kimi deyil. Ancaq pis də deyil, yəni gündəlik istifadə eləmək yaxşıdır. İstifadə eləmək olar. Və son, bu pastel dəstidir. Bu arada mən bağlanmasına qədər sizdən xahişim olacaq. Zəhmət olmasa səhifəmə abunə olun. Məni takip etməyi unutmayın. Videolarımı baxın. Əgər sizə maraqlıdırsa bəyənin.
şeydən. Zəhmət olmasa şəhər bölməsində iradlarınız ətəklərinizi yazardınız. Mən də bilərdim ki, sizin üçün necə videolar çəksəm, sizin daha çox xoşunuza gələr, daha çox izləyirsiniz. Bunu təbii ilə çıxardım. Birdən xoşuma gəlməz saytlarına məcbur olaram. Mən buranı açım olsa sıkışına yapışdırırlar. Aha. Demək 2.20-yədir plastinası. Yox, yorğan üstü. Plastinası 1.60-ın 2-yədir, 160-ın 200-ə. Yastıqları da 50-nin 70-ə. Belə kommentarlarda əslində oxudum. Orada şəhərlərdə çox yaxşı tərifləmişdilər. Rezinkaldır. Dikişləri səliqəlidir, pis deyil. Düzdür, bir-iki dənə yerdən ipi çıxıb. Material da normaldır. Lap belə super deyil. Bu da balış süsü. Belə yaxından sizə göstərmək istəyirəm. Balış süsüdür. Belə. Bunun əslində materialından əmin ola bilmədim. Ancaq yenə də fikirləşəcəm. Bir də məsləhət edəcəm, görüm. Amma belə görünüşü pis deyil. Aldıqlarım bu qədər. Bəyəndikləriniz zəhmət olmasa kanal şəhər bölməsinə yazın. Məni takip etməyi unutmayın. Sağ olun, sevgi ilə qalın.